Salam dəyərli dostlar, bugün eksogen relyef formaları haqqında dərsimizə izahına baxırsınız. İndi isə keçək izahlara. Ümumiyyətlə, eksogen relyef formaları xarici qüvvələrin təsiri ilə yaranan relyef formalarıdır. Bunların özlərində belə deyək də, müəyyən xarici proseslər nəticəsində yaranır. Ümumiyyətlə, xarici proseslər nəticəsində süxurların parçalanması aşınmadır. Aşınmanın 3 növü var: fiziki, kimyəvi və üzvü aşınma. İndi burada biz fikir verək. Ümumiyyətlə, fiziki aşınma əsasən nə ilə bağlıdır? Temperaturla bağlıdır. Temperatur yüksək olan ərazilərdə, deməli, gündüz vaxtı temperatur neynir? Temperatur əsasən həmin ərazini daha çox belə deyək də, həmin ərazidə olan süxurları qızdırır və həmin ərazidə olan süxur genişlənir. Gecə vaxtı isə həmin o hava soyuduğu üçün ümumiyyətlə o süxurda sıxılır. Genişlənmə, sıxılma nəticədə neynir? Süxurun parçalanmasına gətirib çıxardır. Bu olur fiziki aşınma. Əsasən tropik səhralarda, isti ərazilərdə bu daha çox baş verir. Kimyəvi aşınma suyun təsiri ilə baş verən aşınma növüdür. Məsələn, suyun təsiri ilə ərazidə olan süxurların həll olmasıdır. Məsələn, suda həll olunan süxurlardan olan əhəngdaşı, gips, dolomit kimi süxurlardır ki, bunlar daha çox parçalanır, su ilə belə deyək, həll olur. Bu da yağıntıların çox olduğu ekvatorial mülayim ərazilərdə daha çox üstünlük təşkil edir. Üzvü nədir? Canlı orqanizmin təsiri ilə yaranan, yəni bunun təsiri ilə parçalanan ümumiyyətlə nədir? Aşınmanın növüdür. Fikir verin, buradakı olan bu ərazini bitkilərin təsiri nəticəsində parçalaması burada göz önündə görsənir. Sonra, eksogen relyef formalarından biri də çayların eroziyasıdır, çay eroziyasıdır, çayın dağıdıcı eroziyası. Çayın dağıdıcı eroziyaslarından biri də kanyondur. Kanyon nədir? Yumşaq süxurların yularaq dağlıq ərazilərdə axan çayların yumşaq süxurları yuması nəticəsində yaranır. Yəni fikir verin, bu lap əvvəl bu formada olur. Milyon illər ərzində keçən bu çay bu ərazidən keçir və nəticədə burada kanyon, ensiz, dərə formasında olan kanyonları yaradır. Bu da şəklidir. Burada baxın, görürsünüz, bu çay axır. Neçə milyon il bundan əvvəl lap yuxarıda olub. Bu yavaş-yavaş bunun səviyyəsi düşüb aşağı. Sonra gəldik V şəkilli dərələr. Fikir verin, V şəkilli dərələr əsasən dağ çaylarında olur. Bunlar da əsasən bərk süxurların yaratdığı hissələrdə yaranır. Burada fikir verin, bax V formasındadır süxur. Yəni çay bunu tam dərinləşdirə bilmir. Nəticədə V formasında olur. Dərənin biraz aşağı salır, çökəklik yaradır. Tam da belə deyirik, böyük çökəklik olmur. Buna biz deyirik V şəkilli dərələr və həmin bu V şəkilli dərələr bərk süxurlarlı ərazilərdə, dağlıq ərazidə olur. Ancaq kanyonlar necə idi? Yumşaq süxurlu olan ərazilərdə və dağlıq olur və milyon illər ərzində daha da dərinləşdirə bilir çayın yatağını. Sonra meandr var. Düzənlik çaylarında əyri-üyrü çay dərələridir. Fikir verin, əyri-üyrü çay dərələri meandrlar adlanır. Bizdə məsələn Azərbaycan çaylarında Kürü daha biz qeyd edə bilərik. Burada əyri-üyrü çay dərələri var. Sonra gəldik burada çayların yaradıcı fəaliyyət. Dağıdıcı fəaliyyətləri bunlar idi. Yaradıcı fəaliyyətləri nədir? Onlardan biri akkumulyativ prosesdir. Bunlardan biri də gətirmə konuslarıdır. Gətirmə konusları nədir? Çayların elə bil ki, dağlıqdan düzənliyə qovuşduğu sahələrdə həmin sürətinin azalması və həmin o ağır maddələrin, ağır belə deyək, materialların o dağlıqdan düzənliyə doğru keçən hissədə toplanması nəticəsində yaranır, çökdürülür. Bu akkumulyativ prosesdir təbii ki. Fikir verin, konusa bənzər şəkildə çöküntüdür bu. Adlanır, gətirmə, konuslar adlanır. Bu da çayın yaradıcı fəaliyyətinə aiddir. O ikisi dağıdıcı fəaliyyəti idi təbii ki. Gətirmə konuslarına fikir verin. Aerokosmik şəkilləridir. Burada əkin sahələri formasında, burada hətta məhsuldar lil torpaq gətirdiyinə görə hətta burada əkin sahələri də gətirmə konuslarında qeyd olunur. Sonra delta var. Delta nədir? Delta çayın mənsəbində, yəni töküldüyü yerdə sürətinin zəifləməsi nəticəsində lil və digər materiallar qabaqda toplanılır. Nəticədə çay burada axa bilmədiyi üçün o müxtəlif qollara ayrılaraq həmin mənsəbə
tökülür ki, bu da adlanır nə? Bu da adlanır delta. Delta çayların sxemi əsasən bu formada olur, fikir verin. Yəni bu gətirdiyi çöküntülər bunun qarşısından çıxır və delta çayı əsasən yaranır. Delta çaylarından məsələn Nil, Lena kimi çayları qeyd edə bilərik. Burada bu əsasən düzənlikdə, yəni çayın gətirdiyi mənsəbdə yaranan əsasən relyef forması hesab olunur delta. Bu da çayın belə deyək yaradıcı fəaliyyətidir. Sonra buzlaq relyef formaları var. Çay eksorasiya elmi öyrənir. Buzlaq relyef formalarına əsasən biz karlar deyəcəyik ilk olaraq. Kar nədir? Kar zirvənin ümumiyyətlə yaxın hissələrində olan yamacda formalaşan bir dərədir. Bu əsasən buzlağın aşağı doğru hərəkət etməsi nəticəsində formalaşır karlar və bu karlar əsasən şaxta aşınmasının təsirinə də məruz qalır və fincan şəklində olur. Fincan şəkilli, belə deyək, formada olur karlar. Buna görə də biz bunu fincan şəkilli forma deyirik. Sirklər nədir? Sirklər isə əsasən amfiteatr formasında olan dərələrdir. Bu da çox zaman karlara bənzər formadadır. Ancaq amfiteatr formasındadır sirklər. Yəni bu formada olur. Bax, bunun şəkli də əsasən budur. Dağlıq ərazilərdə formalaşır. Dağın buzlağın aşağı doğru hərəkət edərək pilləvari formada belə deyək hissələr yaratdığıdır. Troq dərələr nədir? Troq dərələr isə təknəvari dərələr deyirlər. Əsasən dağlıq ərazilərdə U şəkilli dərə də deyirlər. Dağlıq ərazidə fikir verin, U şəkillidir. U şəkilli çayla bunu qarışdırmayın təbii ki. U şəkilli dərədir bu. Yəni əsasən buzlağın yaratdığı bu dərə formasıdır. Təknəvari dərələr də adlanır. Bax, bunu da qeyd edirik. Sonra buzlağın yaradıcı relyef formalarından biri moren təpəsi, moren tirələridir. Bu da dağlıq ərazilərdə buzlağın aşağı doğru hərəkət etməsi nəticəsində fikir verin, buzlaqların aşağı doğru sürüşməsi nəticəsində toplanmasıdır. Bunlara moren, bir hissədə toplanırsa moren təpəsi, bir neçə hissədən toplanırsa moren tirələri adlanır. Sonra fiordlar nədir? Fiordlar girintili çıxıntılı sahillərdir. Bu ensiz, girintili çıxıntılı sahillər, fiordlar əsasən Skandinaviya yarımadasının sahillərində, Çili ölkəsinin dövlətin ərazisində, Çili sahillərində daha çox üstünlük təşkil edir. Yəni bu 4-cü dövr buzlaşmanın təsiri ilə yaranır. Bu girintili çıxıntılı, belə deyək, sahillər hesab olunur. Sonra burada Dalmasiya tipli sahillər var. Burada deməli sahilə paralel yerləşən dağlardır. Bu Dalmasiya tipli sahillər əsasən Adriatik dənizində daha çox üstünlük, Xorvatiya ərazisində Adriatik dənizində daha üstünlük təşkil edir. Yəni sahilə paralel olan dağların yerləşməsidir. Burada fikir verirsiniz, bax dağlardır, sahilə paralel şəkildə yerləşir. Bəs şixer tipli sahillər nədir? Sahilin, yəni paralel adaların yerləşməsidir. Fikir verin, kiçik-kiçik adaların yerləşməsidir. Buna da biz deyəcəyik şixer tipli sahillər. Dalmasiya sahilə paralel dağların, şixer tipli isə sahilə paralel adaların yerləşməsidir. Sonra Kars prosesi var. Kars prosesi yeraltı suların təsiri nəticəsində yaranır. Yumşaq suxurlar olan əhəngdaş gips, dolomit kimi ümumiyyətlə suxurların su ilə təması olması nəticəsində suyun orada yaratdığı boşluq, oyuq yavaş-yavaş böyüyür və nəticədə orada böyük bir boşluq yaranır. Bu boşluq Kars mağaraları da adlanır. Kars mağaralarında yuxarı hissəsində Kars mağaralarına giriş olur ki, yəni belə deyək, qıf olur. O qıf Kars qıfı adlanır. Çökəklik olur. O Kars qıfı adlanır. Burada görürsünüz mağaranın sxemi burada göstərilir. Bu formada mağaralar var. Bunlara da diqqət edək. Arid dendasyon relyef formaları var. Arid dendasyon relyef forması quraq relyef formalarıdır. Quraq ərazilərdə yaranır. Onlardan biri yarğandır. Yarğan müvəqqəti ərazilərdə müvəqqəti yağışların, yəni dolu yağış yağır və gəlir torpağın bir hissəsini çökürdərək aparır, bir hissəsini aparır və orada çöküntü yaradır, çökəklik yaradır. Bu çökəklik əvvəl şırım adlanır. Sonrakı mərhələdə bax belə bitkilərin çıxdığı belə bir qobu şəklinə belə deyək çevrilir. Bu da adlanır arid dendasyon relyef formalarına. Bedland ərazisi nədir? Bedland ərazisi ümumiyyətlə quraq ərazidə yerləşən məsələn Ceyran çölü, Abşeron əraziləri var ki, burada bedland əraziləri çoxdur. Yəni əkinə yararsız ərazilərdir. Bedland torpaqlar, bunlar qeyd olunur. Deflyasiya var, külək var.
Yəni küləyin dağıdıcı fəaliyyətidir deflyasiya. Duyun var, barxan var. Duyun nədir? Duyun əsasən küləyin iki istiqamətdə əsməsi nəticəsində toplanan qum təpəciyidir. Barxan isə ay para formasında, nal formasında bir istiqamətdə külək əsməsi nəticəsində yaranan ümumiyyətlə eksogen relyef formalarıdır. Sonra sürüşmələr var. Sürüşmə nədir? Sürüşmə ümumiyyətlə belə bir şeydir ki, sürüşmə yağıntıların çox yağması nəticəsində baş verir. Əsasən dağlıq meyilli hissələrdə olur. Necə olur? Deməli, yağış o qədər yağır ki, aşağıda olan su keçirməyən qat var ki, onun üzərində su keçirdən yumşaq qat, torpaq qatı var. O islanır, nəticədə ağırlaşır. Ağırlaşdığı üçün meyillilik də olduğu üçün aşağı doğru hərəkət edir və sürüşmə baş verir. Və bu sürüşməni də əsasən belə deyək, əsas proses bundan baş verir və bunun qarşısını almaq üçün nə etmək olar? Məsələn, çoxlu ağac bitkiləri əkmək olar, tutaq ki, müxtəlif belə deyək də yabac bərkidici proseslər eləmək olar, yəni işlər görmək olar və sürüşmənin qarşısını almaq üçün əsasdır. Yəni necə, nə oldu? Yəni sürüşmə yağıntılı rütubətli ərazilərdə, dağlıq meyillilik olan ərazilərdə yağıntının çox yağması nəticəsində aşağıda olan su keçirməyən qatın üzərindən su keçirən yüngül su keçirən qatın ağırlaşması, yəni yağış suların nəticəsində ağırlaşması nəticəsində aşağı hərəkət edir və nəticədə bu sürüşmə adlanır. Sonda biz eksogen relyef formalarını bir də ümumiləşdirək. Deməli, deflyasiya küləklərin yaratdığı relyef formasıdır. Bu eol adlanır. Bunlara aiddir barxan, duyun, qum təpələri, qum tirələri. Bunların hər biri haqqında məlumat verdik. Eksorasiya buzlaqların relyef formalarıdır. Bunlar hansılardır? Morenlər, karlar, sirklər, troq dərələr bunlara daxildir. Daimi axarlı sular, delta, yəni çayların gətirdiyi estuari, terras, kanyon, meandr, şəlalə, astana, bax bunlar əsasən eksogen mənşəli relyef formalarıdır. Abraziya, fiord, yəni abraziya ümumiyyətlə sahillərin, yəni dəniz sahillərinin gördüyü işdir. Fiordlar, Dalmasiya və Şixerlər, yeraltı sular, sürüşmələr, Kars mağaraları, Kars qıfları, arid denilyasiyon relyefi müvəqqəti axarlı suların yaratdığı yarğan, qobu və bedlin torpaqlar əsasən eksogen mənşəli relyef formalarına daxildir. Bugünkü dərsimiz bu qədər. Xoş izləmələr.